Allah'ı şəxsi tanıya bilərik. Məsələ burasındadır. Şəxsi tanış olmaq olar ondan. Şəxsi tanış olsun, təbii ki artıq biz ehtiyacımızı dərindən təmin etmiş olacaq. Aydındır. Quran nə buyurur? Şəxsi tanımaq haqqında nə buyurur? Əsən bizdə belə bir sual verin. Mərifət aləmimizdə, mərifət sahəsində bizim belə bir varlıqlar var ki, maddi deyil, amma biz onu şəxsi tanıyaq. Belə bir mərifətimiz var ya, yox. Belə bir varlıq var ki, maddi deyil, amma onu şəxsi tanıyaq. Belə bir misal var, bəli var. Maddi deyil, amma biz onu şəxsi tanıyırıq. Misal, mənim aclığım, mənim susuzluğum. Əsən mən özümü necə tanıyıram? Mən özümü şəxsi tanıyıram. Mənim şadlığım, mənim sevincim, mənim sevgim. Sevgi məgər maddidir? Şadlıq məgər maddidir? Aclıq. Yəni, belə bir mövcudlar, varlıqlar var ki, maddi deyil, amma biz onları şəxsi tanıya bilirik. Ki, buna deyilir hüzuri elm. Yəni, o varlıq, o həqiqət birbaşa mənim yanımda hazırdır. Mənim vücudumda, ruhumda o hazırdır. Aclıq təkin, sevinç təkin və mən özüm dərk edirəm, o mən maddi deyil, mənəvi bir şeydir. Aynı maddi deyil. Mən o məni necə tanıyıram? Şəxsi tanıyıram. Öz sevincimi, aclığımı. Mənim xəbərim yoxdur Kərbəla ilkin acıb ya acıb. Xəbərim yoxdur. Çünki o aclıqla şəxsi əlaqəm yoxdur. Öz daxilimdə olan aclıqla şəxsi əlaqəm var. Aydındır. Öz qüdrətim, məndə qüdrət var, elm var, məsələn, ya cəhalət var. Öz cəhalətimlə, öz elmimlə mən şəxsi tanışlığım var. Sual budur. Biz Allahı bu cür tanıya bilərik. Buna deyirlər şəxsi və hüzuri tanımaq. Bəs maddiyyatda şəxsi tanımaq hissi yolla ələ gəlir, hissiyat yolu ilə. Amma qeyri-maddiyyatda hüzuri elm yolu ilə ələ gəlir, hüzuri. Çünki həqiqət vasitəsiz olaraq mənim yanımda hazırdır. Heç bir vasitə. Amma hüsuli elmsə vasitəli elmlərə deyilir. Ünvanlar və anlamlar vasitəsilə. İndi sual budur ki, biz Allah'a görək, bizdə tanımaq qüdrəti var ya yox. Və necə tanıya bilirik? O tanımağı başa düşək, ondan sonra gedək Allah'ı tanımağa. Biz də əlhəmdülillah gəlmişik Allah'ı tanımağa bu dünyaya. Gəlmişik Allah'ı tanımağa. Tanımaq çox dərin bir anlamdır. Əziz qardaş bacılar, tanımaq çox dərin bir anlamdır. Bu həddə deyil ki, bəli, mən bilsəm ki, filan kəs belədir, fardı tanıdım. Və yaxud mənə desələr ki, bəli, mən hətta gedib bir nəfərlə oturub, görüşdüm, onunla salam mələk elədim, onu tanıdım, yenə belədir. Tanımaq çox dərin bir anlamdır. Hətta Allah bəhsində mən işarə edirəm. O qədər insan tanımaqda dərinliyə gedir, o qədər dərinləşir tanımaqda, sonda bilirsiniz nə baş verir? Ki, bax, bura çatmalıyıq biz. Sonda bu belə bir hadisə baş verir ki, insan artıq özün görmür. Əslən özü yoxdur artıq. Allahdan başqa heç nə görə bilmir. Bu mərifətə çatmalıyıq.